Bismillahirrahmanirrahim. Vessalatu vesselamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmaîn. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmen ya kerim. Deməli, dəyərli müsəlmanlar, bugün biz 8-ci dərsdəyik Zad Akademiyasının əqidə dərsliyində və 8-ci dərs elə 7-ci dərsin davamıdır. Elə 9-cu dərsdə onun eyni mövzunun davamı olacaq ki, mövzumuz nədir? Səhih əqidədən azmağın səbəbləri. Səhih əqidədən azmağın səbəbləri ki, onlardan keçən dərsdə ikisini keçdik. Birincisi cəhalət idi, səhih əqidəni bilməmək. İkincisi isə yəni pis dəvətçilərin və zəlalət imamların ardınca düşmək, onlara tabi olmaqdır. Ki bugün biz bir neçə başqa səbəb keçəcəyik inşallah. Bunlardan üçüncüsü oxuyaq. Səhih əqidədən azmanın səbəblərindən həmçinin yəni üçüncü, nəfsi arzulara tabi olmaq, həva deyilən. Quran-ı Kərimdə bir çox ayələrdə zikr olunur və ən çox Quran-ı Kərimdə yəni ki, pisləmək yolu ilə, yəni həvanın pis, yəni nəfsi arzulardan söhbət bəhs edərək bu cür zikr olunur ən çox. Yoxsa həva ümumiyyətlə nəfsi arzulardır ki, keçəcək. Bu bəzən faydalı şeylər də nəfs istəyə bilir, zərərli şeylər də istəyə bilir. Amma Quran-ı Kərimdə ən çox, yəni həmən o iradanlıq altında olan həvadan bəhs edilir ən çox. Deməli, həmən o ittibaül həva, nəfsi arzulara tabi olmaq. Bu üçüncü səbəblərdəndir. Və bu da həmən o biz dedik iki başlıca səbəb var əslində. Digərləri biz dedik ki, hansı o iki səbəbin ikisindən birinə aiddir ki, bu nəfsi arzulara tabi olmaq həmən o pis niyyətə, pis iradə, qəsdə aiddir. Yəni ki, insan niyyəti pis olandan sonra şübhəsiz ki, nəfsi arzularına nə olur? Tabi olur. Həmən o cəhalətə deyil, ikinci səbəbin altında sayılır bu. Bu da nədir? Buna hətta bəzi alimlər gizlin məbud deyirlər. Gizlin məbud, yəni ibadət olunan gizli bir obyekt. Gizli niyə görə? İnsan bəzən yəni nəfsi arzularına ibadət etdiyin belə fərqində deyil. Onu hiss etmədən belə nəfsinin necə deyərlər, köləsi olmuşdur. Nəfsin köləsi olmuşdur. Ona görə gizlin məbud da buna deyirlər. Niyə? Çünki özü hiss etmədən bu hala düşür, Allah qorusun, nəfsimizin şərrindən. Deməli, bu isə, davam edirik mətni, bu isə nəfsin, yəni həvaya tabi olmaq nə deməkdir? Nəfsin sevdiyi və arzuladığı şeylərin ardınca düşmək ki, yəni düşməkdir ki, onlar ona bəzən, yəni həmən o arzuladığı şeylər ona, yəni həmən nəfsə bəzən faydalı və ya zərərli olurlar. Az öncə dediyimiz kimi, yəni arzuladığı şeylər, nəfsin arzuladığı şeylər yaxşı şeylər də ola bilir, faydalı, zərərli də. Burada amma, yəni bu mövzuda səhih əqidədən azdıran səbəb olaraq zikr olunan bu nəfsə tabi olmaq, burada nəzərdə tutulan isə ona zərərli olan, yəni nəfsə zərərli olan şeyləri arzulamaq. Onu, yəni nəfsi haqq dairəsindən çıxarandır. Yəni Allahın yolundan, haqq dinindən çıxaran nəfsi arzular nəzərdə tutulur və o şeylərə tabi olmaq nəzərdə tutulur. Azdıran bir səbəb kimi. Buna dəlillər isə, yəni bu nəfsin arzularına tabi olmaq, səhih əqidədən azmaqdan, səhih əqidədən azmağın səbəblərindən biridir deyə dəlillər var aşağıdakilər. Az öncə dediyimiz kimi bu zərərli olan nədir? Həmən burada nəzərdə tutulan, yəni Allaha asi olmaqda, Allaha qarşı günah sayılan şeylərdə nəfsə tabi olmaq. Yəni Allaha qarşı masiyyət dediyimiz asilik, üsyan, günah olan şeylərdə nəfsin arzuladığı şeylər bunlara nədir? Tabi olmaq nəzərdə tutulur ki, hətta Əli radiyallahu anh rəvayətində gəlir ki, Əli radiyallahu anh özü buyurmuşdu ki, siz üçün ən çox qorxduğum şey nəfsə tabi olmaqdır. Həmən o nəfsə, həmən o havaya, yəni nəfsi arzulara, həmən zərərli olan nəfsi arzular nəzərdə tutulur, ona tabi olmaqdır. Buna dəlillər aşağıdakiləri zikr edək. Deməli, birinci dəlil. Uca Allahın bu sözü, subhanahu wa ta'ala, nəfsinin istəyini ilahiləşdirən
Şəxsi gördünmü? Nəfsinin isteklərinin istəyini, yəni həmin o həva. Bu ərəbcədə həva nəzərdə tutulur. Biz onu nədir? Bizim deyirlər nəfsin istəyi, nəfsin arzuları kimi tərcümə olur. Nəfsinin istəyini ilahiləşdirən, yəni özünə ilah götürən onu, ilah edən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı. Həmin o insanı, nəfsini ilahiləşdirən, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Heç kim. Bu cür suallara nə deyilir? İnkar sualı. Ərəbcədə, yəni bu sualın cavabı heç kim. Kim doğru yola yönəldə bilər onu? Allahdan başqa heç kim. Məgər düşünüb anlamırsınız? Sual. Cəsiyə surəsi 23-də bu gəlir. Sonra bu birinci dəlil idi. İkinci dəlil bu sözü burada nə idi? Həmən o ən çox alimlər niyə gətirir? Yəni insan Allah korusun bəzən e, şübhəsiz ki, nəfs məsələn bir şeyi, haram bir şey istəyirsə, haram bir şey edirsə, haram iş görmüş olur. Allah korusun küfür və şirk ardınca gedər. O şeylərdən, nəfsi arzularına tabi olarsa küfür və şirkə girmiş olur. Ona görə nədir? Həmən o nəfsin də bu cür nəfsin ilah olduğuna dəlil gətirən alimlər bir çox vaxt bu və buna bənzər bu Furqan surəsində səhv etmirəmsə ayə var. Eyni o hissəsi eyni görsənir. Yəni eyni deyilir. Oradakı öz nəfsini, özünə ilah seçəni gördünmü? Yəni öz nəfsini ilahiləşdirən şəxsi gördünmü? Nədir bu? Nəfs də Allah korusun məbud. Məbuda çevrilə bilir. İnsan bütün nəfsi arzularına tabi olandan sonra hətta Allah korusun Allahın yəni küfür dediyi, şirk dediyi bu şeylərə tabi olandan sonra şübhəsiz ki nəfsini yəni Allaha tabi olmadan bu nəfsə bu şeylərdə belə tabi olursa şübhəsiz nəfsini Allah korusun Allahdan üstün sayıb Allahdan nədir daha itaət olunan da bir səviyyə qaldırıb onu ilahləşdirmiş, özünə məbud ilah seçmiş olur Allah korusun. Deməli ikinci dəlil Allah Subhanahu taala bu sözü əgər sənə cavab verməsələr Peyğəmbərə müraciət edərkən sallallahu əleyhi və səlləm buyurur ki, əgər sənə cavab verməsələr, yəni sənin dəvətinə icabət etməsələr, qəbul etməsələr, bil ki, onlar, həmin o cavab verməyənlər, nəfslərinin istəklərinə uymuşlar. Hava. Yəni orada da ərəbcə həmin hava. Ərəb dilinin özəlliklərindən, xüsusiyyətlərindən biri ən gözəli odur ki, elm ki, ərəbcədir. Yəni alimlər məsələn hər hansı bir söz haqqında danışırlarsa, buna ayələrdən, hədislərdən dəlil gətirirlərsə, həmən eyni köklü söz olur. İndi biz onu tərcümələrdə o qədər hiss eləməsək də, məsələn, həva sözü gəlmir, amma tərcümədə nəfsi arzulara demişik. Burada da nəfsi istəklərə görürsünüz tərcümə olunur və hər tərcüməçi öz uyğun gördüyü şəkildə tərcümə edir. Amma ərəbcə eyni şəkildə qalır. Deməli, burada da həman həva sözü işlənilir ki, əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Buna alimlər nə deyir? Ayəni davam edəcək. Yəni, burada iki seçim var. Üçüncü yoxdur. Üçüncü yoxdur. Ya insan, əgər sənə cavab verməsələr, yəni ya insan Peyğəmbərin dəvətinə cavab verməlidir, sallallahu aleyhi ve sellem, ya da ki, cavab verməsə, deməli, nə olmuş olur? Nəfsi istəklərinə uymuş olur. Yəni, başqa şey yoxdur. Ya Peyğəmbərə ittiba eləyəcəksən, tabi olacaqsan, ya da nəfsi arzuna. Yəni, üçüncü yoxdur. Yəni, insan Peyğəmbərə tabi deyilsən, nəfsi arzularına deməli, tabidir, həvanın dalınca, həva həvəsinin, nəfsi arzularının, istəklərinin ardınca düşmüşdür. Ayənin davamında Allah Subhanahu teala buyurur ki, Allahdan bir doğru yol göstəricisi gəlməyincə, öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər? Heç kim. Yəni, o barədə bir doğru yol göstəricisi gəlməyincə, bu da nədir? Ancaq ya doğru yolla, Allahın göndərdiyi bir göstərici ilə gedəcəksən, ya da ki, nəfsin istəyinə gedəcəksən ki, öz nəfsin istəyinə uyandan, tabi olandan daha çox azmış, yəni zəlalətdə olan azğın kim ola bilər? Heç kim. Şübhəsiz ki, Allah zalim adamları doğru yola yönəltməz. Üstəlik Allah Subhanahu taala onları zalim adlandırır. Şübhəsiz ki, öz nəfslərinə qarşı, Rəblərinə qarşı zalimdilər. Əl-Qasas surəsi 50-ci ayə. Deməli, üçüncü dəlil isə burada yox. Üçüncü var? Yox, üçüncü yoxdur. Dəlillər ümumiyyətlə buna çoxdur. Məsələn, burada bəzi şeyhlərimizin dediyi
Yəni Əl-Bəqərə surəsi 87-yə baxa bilərsiniz, Sad surəsi 21-ə baxa bilərsiniz. Davud əleyhissalama Rasul Allah Subhanahu taala müraciətdə nə buyurur? Yəni orada ona belə deyir ki, nəfsinə tabe olma, yoxsa zəlalətə düşmüş kəslərdən olarsan. Yəni bu mənada, mənaca deyirik, bu mənada ayələr, hədislər çoxdur. Dediyimiz kimi bu dərsliyin məqsədi nə? Bütün dəlilləri əhatə etmək deyil. Yəni bu mümkün deyil bu cür dərslikdə bütün dəlillər əhatə olunsun. Yox, bu daha geniş kitablarda olur. Məqsəd nədir? Əsas ən çox anlaşılan, ən çox belə alimlərin dəlil olaraq gətirdiyi dəlillər zikr olunur. İşarət olaraq ki, buna bilirik ki, artıq ayələrdən dəlil var, hədislərdən dəlil var. Artıq daha geniş kim daha çox dəlil araşdırmaq istəyirsə, başqa daha geniş kitablarda tapa bilər. Ondan sonra zənginləşdirici fayda gəlir. Bu həm fayda olaraq gəlir, həm də dördüncü səbəb olaraq gəlir. Səhih əqidədən azmağının səbəblərindən dördüncü olaraq gəlir. Salih niyə görə? Çünki gündəmdə ən çox, yəni ən təhlükəli səbəblərdəndir. Qədimdən bəri buna doğru, buna aid burada zikr olunmur, zikr eləyərik. Deməli, mətndə yoxdur, səhv etmirəmsə. Var, yəni ayə var. İnşallah onun təfsiri olaraq zikr edəcəyik. Yəni, ən təhlükəli səbəblərdəndir. Və ən yayğın, ən qədimi səbəblərdəndir. Və bugünkü gündə də hələ də davam etməkdə, yəni ən təhlükəli bu ümmətə özünü nisbət edən insanların arasında, yəni azmaqlarına, səhih əqidədən azmaqlarına səbəb olan, yəni ən başda olan səbəblərdəndir. Belə, bu da nədir? 4. Salihlər haqqında həddi aşmaq. Yəni, salih insanlara münasibətdə həddini aşmaq. Onları nədir? Onlar, müəyyən hədd var onlara münasibət, onları sevməkdə, onları uca tutmaqda, hörmətdə. Amma nədir? İnsan neyinir? Onlara qarşı o icazəli olan həddləri neyinir? Aşır. Salihlərə əl-ğulub deyirlər buna,ğulub. Salihlər, əl-ğulub, burada indi ərəbcə əl-ğulub fis-salihin, salihlərə qarşığulub etmək, yəni həddini aşmaq. Yəni, burada ümumiyyətlə, salihlər sözü olmasa da olur. Məsələn, bu sadəcə özəl olaraq dediyimiz səbəblərə görə zikr olunur. Ümumiyyətlə, dində həddini aşmaq. Və xüsusilə ki, dində həddi aşmaqlardan biri də o salihlərə qarşı həddini aşmaqdır. Yoxsa ümumən dində həddini aşmaq. İstər şəxslərə qarşı, alimlərə qarşı, məzhəblərdə, məsələn, qulub, yəni bu aşırıya getmək, həddini aşmaq buna daxildir hamısı. Deməli, ən birinci qulub nədir? Əl-qulub. İndi ərəbcədə əl-qulub yazılır. Biz həddi aşmaq, aşırı getmək kimi, aşırılıq deyə tərcümə oluna bilər. Bu nədir? Ümumiyyətlə, indi lüğəti mənası elə şəri mənaya yaxındır. Daha doğrusu, şəri mənası elə lüğəti mənaya yaxındır ki, məşru, yəni şəriətdə qoyulan həddi aşmaqdır. Şəriətdə müəyyən həddlər var. Bu olar, bu olmaz. Hər bir şey burada dində həddi aşmaya, salihlərə aid. Hər birinin çərçivəsi var, həddi var. Bu nədir? Şəriətdə qoyulan məşru həddləri aşmaq hər hansı bir etiqadda və yaxud sözlərdə, etiqadlarda, sözlərdə və feillərdə. Yəni, etiqad da müəyyən çərçivə içində buna etiqad etməliyik. Çərçivədən kənara çıxmamalıyıq. Sözlərdə bundan başqa sözlər demək olmaz. Feillərdə bu feillərdən başqalarını etmək olmaz. Yoxsa həddini aşmış olaraq. Onu bu qoyulan, şəriətdə qoyulan həddlər ki var, istər etiqadlarda, istər sözlərdə, istər feillərdə. Bunun kənarına, çərçivədən kənara kim çıxırsa, hüdudlardan kənara kim çıxırsa, onu olur, həmən o həddləri aşmış olur. Buna da əl-ğulu deyirlər. Bunun da əslində, buna ifrat da deyilə bilir. Bunun da əksi nədir? Təfrid. İfradsa təfrid,ğulu isə yəni təsəhhül də deyirlər, soyuq, barmaq arası baxmaq, soyuq yanaşmaq, səhlənkarlıq, yəni buğuluvun əksidir.Ğulu isə həddini aşmaqdır. Deməli, indi mətni oxuyaq. Bu isə onları, yəni salihləri, burada sırf salihlərdən danışılır deyənə, bu isə onları, yəni salihləri məth etməkdə, məth nədir? Övmək, tərifləmək. Məth etməkdə artığa getmək, yəni həddini aşmaq. Əlavə, məsələn, bir şeyi, 10 şeyi məth etməliyiksə, məth ediləsi 10 şey varsa, biz 11, 12, 15 və yaxud miqdar baxımından, həcm baxımından artığa getməkdir. Yəni, neynəmək? Həddini aşmaq. Onları səviyyəsindən, yəni burada fəzilət baxımından, dini,
baxımdan səviyyəsindən yuxarı yüksəltmək. Hər kəsin bir səviyyəsi var. Peyğəmbərlərin belə aleyhissalatu vesselam öz Allahın onlara qoyduğu bir səviyyə var. Ondan yuxarı onları qaldırmaq olmaz. Nə olur? Ki, salihlər deyəndə ən başda şübhəsiz ki, peyğəmbərlər də aleyhissalatu vesselam onlara daxildir. O mənzildən ki, yuxarı qaldırırsan, yüksəldirsən, artıq nə olur? İlahiləşdirməyə doğru insan gedir ki, ona görə azmağın səbəblərindən dediyimiz kimi ən böyük və ən təhlükəli səbəblərdəndir. O dərəcədə ki, yəni o dərəcədə yüksəldir ki, insan bu tərifləyir onu, öz səviyyəsindən daha yuxarı dərəcəyə qaldırır ki, nəticədə nə olur? İbadətdən bir şey onlar üçün edilsin. Yəni o dərəcədə ki, ibadətdən bir şey onlar üçün edilsin. Cümlə biraz şey. Yəni o dərəcədə tərifləyir onları, o dərəcədə qaldırır ki, artıq ibadətlərdən hər hansı bir növünü, ibadət növünü nə edir? Onlara sərf eləyir, onlara yönəldir. Ya dua edə bilir, ya hər yerdə eşidir, hər yerdə görür. Duamıza, məsələn, vəfat edəndən sonra ölülərdən istəyirlər, məsələn, duamıza cavab verər, qəbul edər və s. Nə olur? Artıq ibadətin hər hansı nəzir deyənlər olur, qurban kəsənlər olur onlar üçün. Deməli, ibadət etməyə qədər onları götürür bu qulub, həddini aşmaq. Bu isə onların türbələrinə, ən çox bu ümmətin, yəni ən çox mübtəla olduğu şirklərin növlərindən birindədir, qəbirlər üzərində edilən qəbirpərəstlik. Allah korusun. Bu isə onların nədir? Türbələrinə, ona görə nə? Qəbirlərin üzərində qurulan və türbə şəklində və s. qümbə şəklində olan qəbirlərə deyil, türbələrinə heyvan kəsmək, qurban məsələn, nəzir demək, qurbanlar gətirməklə nədir? Yaxınlaşmaq da olur. Yəni bu cür həddini aşmaq, ibadətdən hər hansı bir növünü onlara yönəltmək, bu şeylər nə olur? Həmçinin dua, istiğasə və mədəd diləməklə olur. İstiğasə nə idi? Yəni istiğanə yardım diləmək ümumiyyətlə darda olsun, gendə olsun. İstiğasə isə mütləq, yəni dar vəziyyətdə, yəni ehtiyac vəziyyətində, ağır vəziyyətdə olan şiddətdə edilən istəkli, tələbli duadır. Nə olur? Yəni bu ibadətlərin növlərindən bəzilərini artıq neynirlər? Həmən salihlərə həddlərini aşdıqları üçün onlara qarşı nədir? Bu ibadətlərin, burada deyilən və deyilməyən ibadət növlərinin ki, ən çox bunlar olur o qəbirlərin üstündə. Bunları onlara yönəltmək artıq nə olur? Onlara ilahiləşdirmək olur. Necə ki, bu Nuhun qövmü tərəfdən salihləri ilə baş vermişdir. Yəni, Nuhun qövmü bildiyimiz kimi nədir? Ən birinci şirk Nuhun qövmündə baş vermişdir. Ona görə ən birinci rəsul, elçi Nuh aleyhissalamdır. Ən birinci peyğəmbər, nəbi Adəm aleyhissalamdır. Amma rəsul isə elçi ki, onların arasındakı fərqi keçmişdik biz. Deməli, əvvəlki əqidə dərsliklərində ən birinci rəsul isə Nuh aleyhissalam olur və ən birinci şirk onun qövmündə baş vermişdir. Ki, səbəbi nə olmuşdu? Yer üzündə şirkin ən birinci şirk baş vermişdir və şirkin baş verməsinin səbəbi nə idi? Salihlərə qarşı bu cür həddini aşmaq. Ona görə nə deyilir? Necə ki, bu Nuh qövmünün Nuh qövmü tərəfdən salihləri ilə baş vermişdi. Yəni bu şey salihlərə qarşı bu cür həddini aşmışlar. Nə zaman ki dedilər, ayədən gəlir, yəni Nuh qövmü nə dedi? Öz məbudlarınızı tərk etməyin. Yəni onların təəssübkeşliyini çəkirdilər. Öz məbudlarınızı, yəni ilahlarınızı, ibadət etdiyiniz obyektlərinizi, belə deyək, tərk etməyin. Vəddi, bu nədir? İbn Abbasın təfsirində gəldiyi kimi, bu həmən Nuh qövmünün Nuh qövmündən olan salih insanların adları idi. Salih insanların adlarıdır. Sonra onlar nə oldu? Necə ki, bizim ölkələrdə yəni ki, görmüşük ki, orada nədir? Müəyyən insanlardır. Bunlar da yenə salihlər idi. Bizdə heç salih olmayan fasiqlər, kafirlər, kimdən gəldi? Yəni insanların qəbrini pirə çevirib onlara ibadət edir. Deməli, nədir? Bu Nuh qövmünün salih bir insanları idi. İnsanlar yavaş-yavaş məşhur hədisdir bildiyimiz kimi nədir? Artıq onları ilahiləşdirirlər. Sonra onlara ibadət etməyə başladılar. Mərhələ-mərhələ, yavaş-yavaş o nəsil öldükcə, getdikcə, dediyimiz kimi elm ölənlərlə gedir və nəticədə o heykəllərmi, surətlər, bəzi rivayətlərdə şəkillər, yəni surətlərmi nə üçün dikildiyini bilməyən bir nəsil yetişdi. Onların
atalarının, dedelerinin ilahları olduğunu düşünen, itikad eden bir nesil geçti ve onlara İbn Abbas'ın da rivayetinde geldiği gibi onlara önce ibadet olunmadı ama sonraki nesillerde ne oldu? İbadet olundu. Deməli ayədə nə gəlir? Öz məbudlarınızı tərk etməyin qövmü özünə deyir bir-birinə. Vəddi adlarını çəkir. Vəddi, Suvayı, Yavusu, Yavuqu və Nəsri tərk etməyin. Həmən 5 bütün adıdır ki bu salihler olmuştur əvvəl. Nuh surəsi 23-cü ayədə gəlir. Bu növbəti neyin dəlilidir? Bizə dediyimiz kimi keçən dərsdə keçən mövzudur ki bu cür səhih əqidəni bilməyən nəsillər yetişəndə nə olur? İnsanlar şirkə qədər, qəbirpərəstliyə qədər Allah korusun gedir. Ona görə Allah bizi korusun. Yəni İbrahim Aleyhisselam Tövhid kitabında belə bir başlıq var ki, şirkdən qorxmaq. Orada gətirilən dəlillərdən biri o başlığın altında mövzuya dair dəlillərdən biri İbrahim Aleyhisselamın nədir? Duasıdır ki, ayədə gəlir. Rəbbimiz bizim mənim zürriyyətimin nədir? Bütlərə ibadət etməkdən qoru. Muhammed İbn Abdülvahhab rahimehullah nədir məsələlərdə çıxardır ki, yəni İbrahim, bu millət İbrahim nədir? Başçısı, peyğəmbərlərin atası adlanan, yəni tövhiddə məqamı, mövqeyi bəlli. O bütlərə ibadət etməkdən nədir? Qorxurdusa, yəni ondan sonrakilər əlbəttə qat-qat qorxmalıyıq. Ona görə yəni kimsə nə özümüzü, nə dediyimiz kimi övladları, nə kimsə belə sığortalanmıyor bizi. Allah korusun. Ama bunun yəni müsəlman olmamız da Allahın sayəsində elhamdülillah böyük bir nemətdir, ən böyük bir nemətdir. Tövhid əhli olmaq, müsəlman olmaq. Ki bunu da verən Allah, Allah korusun bunun bir nemətin, hər hansı bir nemətin ki, onun içində ən böyük nemət tövhid neməti ortadan qaldırmanın səbəbləri var. Şükür etməmək və s. və s. Ki, bu Allah korusun insan, yəni ki, şirkə qədər gedə bilər. Allah korusun. Şirkə qədər gedə bilər. Ən başlıca nədir? Həmən o elmin ortadan getməsidir. Burada bu mövzuda nə deyə bilərik? Həmən bu İslam ümmətinə, özün, yəni Muhammed sallallahu aleyhi ve sellem gələndən sonra onun dinini qəbul edən ümmət içində, dəvət ümməti içində belə deyil, ən birinci bu qəbirpərəstlik rafizlərdə olmuşdur. Rafizlər bir çox bu ümmətin başına gələn bəlaların səbəbkarıdır. Ən birinci həmən o qəbirlərin üstündə məscid tikmək, məscidlərin üstündə qəbir, məscidlərin içində qəbir, yəni ölü bastırmaq, qəbir yerləşdirmək və s. Ən birinci onlardan gələn bir fitnədir, şirkdir. Ondan sonra bu ümmət arasında yavaş-yavaş yayıldı dediyimiz və demədiyimiz səbəblərə görə. Ən başda cəhalət gəlir. Devam, biz axıra kimi oxumadıq. Bunun haram olmasına dəlalət edənlərdən, dəlalət edən dəlillərdən, yəni bunun nə? Salihlərə qarşı həddi aşmaq, qulu. Buna aid dəlillərdən biri nədir? Biz burada sanki bir şey, biz burada tərcümədə, bilmirəm, kağız o bir otaqda qaldı. Burada ayə Nuh surəsi 23-cü ayəni gətirəndən sonra burada qısa bir cümlə var. Onu tərcümə etmədik, əlavə edərik dərsdən sonra. Necə ki bu həmən bu bütpərəstlik Nuh qövmündə ilk şirk olan kimi salihlərə qarşı həddi aşıla şirkə gətirib çıxartdığı kimi burada sonda həmən ayədən sonra deyilir ki, necə ki bu həm bugünkü günümüzdə bir çox ölkələrdə qəbirlər, qəbirpərəst, yəni qəbirlərə ibadət edənlər tərəfindən baş vermişdir. Qəbirpərəstlər arasında necə ki bu mövcuddur, həmən bu şirk. Sonra bunun haram olmasına dəlalət edənlərdən nədir? Birinci dəlil. Uca Allahın bu sözü. Subhanahu Teala, ey kitab əhli. Yəni müraciət kitab əhlindədir, amma biz keçdiyimiz kimi əvvəllər nədir? Bu müraciət sadəcə kitab əhlinə aiddir, yox, hamıya aiddir. Bütün nədir? Həmən o dəvət ümmətinə aiddir. Ey kitab əhli, dininizdə ifrata varmayın. Burada görürsünüz, ifrat olaraq tərcümə olunur. Ərəbcə ammağulu sözü olur, lə təğlu. Qulu, eyni köklü. Dininizdə ifrata varmayın və Allah barəsində yalnız həqiqəti deyin.
En-Nisa suresi 171. Deməli, kitab əhlində kimlərdir? Yahudilər və xaçpərəstlər. Məsələn, xristianlar. Yahudilər xaçpərəstlərdən əvvəl necə həddini aşmışlar? Dində ümumiyyətlə bir çox şeydə həddini aşmışlar. Əsas biz səhih əqidədən danışırıq, şirk və küfür, salihlərə qarşı həddi aşmaqdan danışırıqsa, dediyimiz kimi burada əsasğulu bütün dində həddini aşmaqdan söhbət gedir. Sadəcə xüsusi olaraq salihlər vurğulanır burada. Onlar məsələn ayədə keçdiyi kimi Üzeyrə nə dedilər? Allahın oğlu dedilər. Ona qarşı nədir? Həddini aşdılar. Yəni öz dediyimiz kimi mədhdə həddini aşdılar. Onu nədir? Öz səviyyəsindən yuxarı yüksəltməkdə həddini aşdılar. Nəsranilər də ki, İsa əleyhissalama qarşı həddini aşdılar. Allahın oğludur, bəziləri Allahdır, əstəğfurullah. Üçlüyün üçüncüsüdür. Bəziləri ümumiyyətlə necə ki bu şiələrin içində Əliyə belə Allah deyənlər var. Onların da içində İsa'ya birbaşa ilah deyənlər var. Ki, üç birində deyənlər var. Allah qorusun. Deməli, bu birinci dəlil idi buna aid. İkinci dəlil nədir? Burada gətirilən hədis gətirilir. Peyğəmbərin sallallahu aleyhi və səlləm bu sözü: ey insanlar, nə badə dininizdə aşırıya gedəsiniz. Yəni, burada da ulu sözüdür. Yəni aşırıya getməyin, ifrata getməyin. Çünki həqiqətən də sizdən əvvəlkiləri dində aşırı olmaları həlak etdi. Yəni, əvvəlki ümmətlərin həlak olmasına səbəblərdən biri nədir? Həmin aşırı getmələri. Ona görə nədir? Bu ümmətə də Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, insanlar siz də nə badə dində aşırı gedəsiniz, yoxsa onlara həlak olduğu kimi həlak olasınız. Bu bir qaydadır. Ayələrdə, hədislərdə bu cür gördüyünüz, yəni hər hansı bir ümmətin, hər hansı bir insanın, şəxsin olsun, toplumun elədiyi bir əməl var ortada. Yaxşı əməldirsə, onun savabını etsə, inşallah bu ümmətdən bu əməli eləyən insana da bütün əməlində qəbul olunma şərtləri var. Edərsə, o əcrdə inşallah umulur, ümid edilir. Və əksinə, hər hansı bir günah varsa, pis əməl varsa, o qövm, o insan bunu eləyibsə, bizə nəql olunan ayələrdə, hədislərdə onun bir cəzası varsa, şübhəsiz ki, o əməli bu ümmətdən də kim eləyərsə, onun üçün də o cəzanın başına gələcəyindən qorxulur ki, o da gələr. Yəni, çünki ümumi məna hamıya aiddir. Xüsusi olaraq onlara xas deyil. Yəni. Deməli, necə ki, onlar həddini aşmaqla həlak oldular, yəni siz də həddini aşmaqla həlak ola bilərsiniz. Bu da nədir? Burada həlak olmaların nə ilə həlak oldular? Əsas əqdiyə uyğun. Səhih əqidəni azmaqla, dindən azmaqla nədir? Həddini aşmaqla bu cür səhih əqidədən də getdilər, azdılar. Bu hədisi burada yazmamışıq deyəsən. Yox, yazdıq. Deməli, bunu Əhməd və Nəsai ixrac etmişlər. Albani səhih demişdir bu hədisə. Sonra bu deməli dördüncü səbəbi idi. Beşinci səbəb. Kör-körana təqlid. Kör-körana təqlid. Təqlid nə deməyin? Qilədə, bizdə belə adlar da var. Bu boyuna taxılan boyundurluq deyir, qalyə, belə boyuna taxılan ondandır. Yəni, insan sanki təqlid etmək nədir? Sanki boyuna elə boyundurluq həmən o zəncirini mi, neyini mi, boğazda taxılan bir şeyi nədir? Taxmışdır o cür. Kör-körana təqlid. Bu nədir? Həmən azmağın səbəblərindəndir, səhih əqidədən. Bu isə nədir? Təqlid. Yəni, ümumiyyətlə təqlid bu təqliddən, məsələn, təəssübkeşlik də bu təqliddəndir kör-körünə. İnsanlar niyə görə təəssübkeşlik eləyir? Kör-körünə təəssübkeşliyini çəkdiyin, yəni o təəssübkeşliyini çəkdiyi şəxs olsun, məzhəb ola bilər, insanlar ola bilər, bəzi alimlər ola bilər, qövmpərəstlik ola bilər. Yəni, bir çox vətənpərəstlik, nə bilim, nə ola bilər ki, bugünkü günün, bu müasir dövrün bütlərindən biridir, tabutlarından biridir. Bayraq, nə bilim, vətən, nə bilim, filan, nə bilim, Allah yolunda ölməzlər, vətən, nə bilim, nə var, ölümdə, bütün batıl şeylərində yolunda ölərlər. Yəni, insanın ən, belə deyək, özünə dəyərli olan şey dini şeylərdən sonra şübhəsiz maddi olaraq canıdır. O canı Allah yolunda yox, başqa bir şey yolunda verirsə, deməli, onu Allaha şərik qoşmuş. Bu nədir? Kör-körana təqlid, həmən bu təəssübkeşlik də onun içindədir.
Təqlidi Şeyximiz Əbdülmecin gətirdiyi birinci tərifini deyək, sonra mətnə keçək. Vaxtımız var inşallah. Deməli, nədir? Bu, bir insanın digərinə tabi olmasıdır. Birinci belə başdan ərəbcə kimi deyək, sonra bütün. Bu, bir insanın digərinə tabi olması. Nədə? Yəni, dini bir etiqadda, yəni dinin biz əqidədən danışırıq deyəndə, ona görə əqidəyə xas olaraq, yoxsa belə əməldə də təqlid etsə, o da təqliddir. Bir etiqada aid danışırıq. Deməli, dinə aid bir etiqadda heç bir dəlil və düşünmə olmadan, düşünce olmadan, yani hiçbir şey düşünmeden, delil olmadan ortada, yani bu insanın bildiği bir delil olmadan ve o əqidəni, dinine ait bir əqidədir, onu da düşünmeden, fikirləşmədən düz değil nedir? Nedir? Bir insan diğerine tabi olmasına nedir? Hemen bu etiqadda kör-körənə təqlid deyilir. Necə ki, ayələrdə bir çox ayələr var. Bəqərə surəsi 170'də səhv etmirəmsə 170 qeyd eləmişik. Mesela onlara deyiləndə ki, Allahın nazil etdiyinə tabi olun, onlar deyirlər, yox, əksinə biz atalarımızın nəyin üzərində gördüksə, dədə babaya tabi olurlar. Nədir bu? Təqliddir, kör-körün. Allahın kitabına tabi olmağa çağırılır. İnsanlar deyir, dədə baba. Və bu, bir çox qövmlərin azmasına, bugünkü gündə də səhih əqidəni qəbul etməməsinə böyük səbəblərdəndir bu da. Yəni insanlar bağlı olduğu, gözünün açdığı bir cəmiyyət var, bir din və yaxud nə varsa, insanlar onlarda o şeydən çox qopmağa, yəni çətinlik çəkirlər. Ona görə peyğəmbərlərin demək olar hamısı şəhərlərə göndərilib, belə deyək. Şəhərlərə, hətta Əs-Sadi deyilir, yəni öyrəşmiş Əs-Sadi deyilir. Şeyx Əs-Sidin təfsirində nə gəlir? Həmən şeyə aid. Şəhər əhlinə göndərilib peyğəmbərlər. Niyə? Çünki kənddə, kəsəkdə, ucqar yerlərdə yaşayan insanlar öz adətlərinə batildir, düzdür, fərqi yoxdur. Çox bağlılar. Onların, məsələn, öyrəşdiyi adətlərdən onlara təəssüfkeşi çox olur. Qopmaları çətindir. Şəhər əhli fərqlidir. Çox insan görür, dünya görüşü daha genişdir və s. Onlara yeni gələn bir şey, əgər xoşuna gələrsə, indi pis və yaxud yaxşı, orasını demirik, ümumən şeylərdən gedir. Yəni insan mentalitetindən gedir. Həmən bölgələrin şəhərdir, yoxsa şəhər deyil. Onların o xoşladığı şeyi qəbul etməsi daha asandır. Onları belə bir kör-körünə, tam belə azı dişlərini yapışdıran bir belə bir şeyləri olmur, adətləri və s. Varsa da qopmaları asandır və oradan nədir? Mərkəzə gəlib gedənlər dini qəbul etdikcə onlar başqa yerlərə gedib qəbul etdiyi dini də dəvət edə bilirlər. Yəni səbəblərdən biridir. Yəni nədir? Həmin o kör-körənə, məsələn, gördüyüm bəzi hətta Peyğəmbərimizin sallallahu əleyhi və səlləm dövründə hətta əmisi Abu Talib dini qəbul etməməyi nə idi? Təəssüfkeşlik səbəblərdən biri. Və yaxud da onu ayıblanmasınlar, irad tutulmasına, Abdülmuttalibin dinindən döndü və s. Ən birinci onun ölümü gəldiyində, can üstə olanda Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyəndə ki, la ilahə ey əmim də, əmican. La ilahə illallah de, mən də Allah qarşısında sənə şahid deyiləm də ki, deyərək öldü. Amma yanındakilər nə deyir? Yanındakilər deyir ki, Abdülmuttalibin dinindən mi dönəcəksən? Həmən məsələ. Yəni dədə babaya tab. Yəni o insan azmalarına indiyənə kimi, yəni bir çox hamımız görmüş, ay nəsilimiz filan kəsdir, şiyədir, ay nə bilim, belə eləyərlər, elə eləyərlər, gülərlər, nə bilim, qovarlar, nə eləyərlər. Ancaq nədir? Həmən o adət, ənənə, dədə baba və s. Bu da həmən o insanın səhiyyə gedəni azdıran böyük bir tağutlardandır. Deməli, biz Şeyx Əbdülmecin gətirdiyi tərifi dedik. Həmən hədisdə, ayədə dediyimiz kimi nədir? Dədə baba. Biz onları elə gördük, onlara tabi olacaqdır ki, buna bənzər bir ayə gələcək. Yəni, eyni mənalı. Deməli, mətnə keçək. Kör-körənə təqlid. Bu isə atalara, yəni kör-körənə təqlid nədir? Kör-körənə təqlidin ərəbcə bir də əl-mubsira. Onun tam əksi mubsira, yəni insana bəsirət verən, dəlil üzərində, mubsira, bəsirət üzərə getmək nədir? Yəni dəlilə tabi olmaq deməkdir. Dəlilə tabi olaraq təqlid etmək isə caizdir. Dəlilə tabi olaraq təqlid etmək caizdir. Bu cür kör-körənə düşünmədən, dəlil ortada yox, heç bir fikirləşmədən hələ tabi olmaq artıq kör-körənə təqliddir ki, azmağın səbəblərindəndir. Bu isə nədir?
atalara, alimlərə, başçılara, böyüklərə uymaq, yəni tabe olmaq və onlara heç bir dəlil, sübut olmadan kör-körənə itaat etməkdir. Heç bir dəlil, sübut olmadan kör-körənə itaat etməkdir. Bu bir çox dəlillərdə gəlmişdir ki, bunun azdıran bir səbəb olduğunu, onlardan bəziləri indi zikr edəcəyik inşallah. Deməli, təqlidi ümumiyyətlə fiqhdə biz nə olduğunu həmbəlimizin keçərkən fiqhə girişdə biz keçmişik. O alimlərin o haqda nədir? Sözləri, hansı caizdir, üzərində icma var və s. bunları keçmişdik. İndi bu sırf etiqada aiddir ki, insan etiqadi məsələlərdə hər hansı birinə nədir? O deyirsə, buna etiqad etməlisən. O da kör-körünə, düşünmədən, heç bir dəlil olmadan kör-körünə təəssüflər olsun. Bu bizim içimizdə dəfələrlə ara sıra yeri gəlmişkən deyirik. Biz başqalarını təqlidçi deyə axır bizim içimizdən dini etiqadi şeylərdə belə təqlid edənlər çoxalmış. Hər kəs kimin başında toplanıbsa, o nə deyirsə, baxmır onun dəlilinə, baxmır o belə ondan qabaq alim deyil, müctəhid deyil, bu ictihad edib özündən məna çıxardır, özündən bir şeylər çıxardır. Baxmır ki, bundan qabaq ümumiyyətlə bu alim də deyil, onun sözü etibar olunur. Heç fikri məsələdə belə qaldı ki, etiqadda bunu ümumiyyətlə deyən alim varmı, yoxmu? Bir araşdırma yox. Halbuki bugünkü gündə araşdırma alimlər demişkən Əl-Məktəb-ü Şamil, bu ərəbcə bir proqram var qədimdən 10 illərdir. Yəni orada bütün kitablar cəm olunub. Bütün kitablar cəm olunub, hətta kitab olmayan əlyazmalar belə elektron variantda cəm olunub. Alimlər deyir, Məktəb-ü Şamilə proqramı çıxandan artıq onu oxuya bilən şübhəsiz, artıq hamısı alim oldu. Yəni, indi bizdə ərəbcə bilməyənlər o Məktəb-ü Şamiləni oxuya bilmir, amma ərəbcə bilməsə belə o dediyi məsələlər, yəni öz dilində də hər kəs tapa bilər. Yəni o suallara cavab tapa bilər, araşdıra bilər, düşünə bilər, dəlil axtara bilər, amma dəlil axtarmadan, dəlilə baxmadan, heç düşünmədən nə deyirsə onu ayə, hədis kimi bir hüccət olaraq qəbul edirlər. Sonra da şübhəsiz ki, azılır və azdırılır. Biz deməli hansı şeyi oxuduq? Dəlil sübut olmadan kör-körünə itaat etməkdir. Həmən bu təqlid, kör-körünə təqlid. Buna da deməli bu bir çox dəlillərdə gəlmişdir ki, onlardan bəziləri Uca Allahın bu sözü. Xeyr, müşriklər biz atalarımızı bu yolla gördük və biz də onların yolunu tutub gedəcəyik deyirlər. Əz-Zuhruf surəsi 22-ci ayə. Yəni nə səbəb gətirir? Həmən atalarımızı belə götürür, kör-körünə. Halbuki onlara Peyğəmbər gəlir, Allahın əmrini açıqlayır, vəhy gəlir. Buna baxmayaraq nədir? Atalarının dediyinə gedirlər. Bu kör-körünə təqliddir, başqa bir şey deyil yəni. Buna aid məsələn məşhur qəbir ki, insana qəbirdə 3 sual verilir. Rəbbin kimdir, dinin nədir, Peyğəmbərin kimdir və kitabın nədir? Bu, orada nədir? Kör-körünə təqlid eləyənlər nə deyəcək? Ərəbcə gəlir, yəni ki, bizdən zillir bir şey fikirləşirlər, belə bir vaxt udmaq üçün bir şey deyir. Sonra deyir ki, dədə-baba bir şeylər dedi, insanlar bir şeylər dedi, mən də onu dedim. Nədir? Kör-körünə təqlid. Onu o sayılmayacaq. Kör-körünə təqlid eləyirdi. Əqidəsiz, elmsiz, dəlilsiz. B. İkinci dəlil. Bu sözü, Allah Subhanahu Taala'nın bu sözü. Onlar deyəcəklər, ey Rəbbimiz, biz başçılarımıza və böyüklərimizə itaat etdik. Onlar da bizi haqq yoldan azdırdılar. Əl-Əhzab surəsi 67. Kör-körünə itaat etdilər, öz başçılarına nədir? Seyid, Sədə, Kubara, böyüklərinə. Əhzab surəsi neçə? 67. Və onlar da onları azdırdılar. Bu nə olur? Hətta orada ayənin davamında nə gəlir? Onlara deyir, 2 qat əzab ver. Allahdan istəyirlər. Allah Subhanahu Taala deyir ki, onların hər ikisinə qat-qat əzab var. Sadəcə onlar bunu bilməzlər. Bu üçüncü dəlil isə onun bu sözü, Subhanahu Taala'nın bu sözü. Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, burada artıq din adamları, baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Tövbə surəsi 31.
Bu nədir? Həmən yuxarıda dediyimiz başlığa aid dəlillərdir. Məsələn, biz nə dedik orada? Atalara, alimlərə, başçılara, böyüklərə, hə? Yəni tabe olmaq, kör-körənə, dəlil, sübut olmadan. Hamısı nədir? Bu bəzi ayələr böyüklərə aid, bəzi ayət başçılara aid. Bu ayədə məsələn din adamlarına alim olsun, abid olsun, keşişlərini və rahiblərini tanrı etdilər. Tövbə surəsi 31. Mənası isə bu nədir? Yəni onları necə tanrı etdilər? Yəni onlara ibadət necə bizim bildiyimiz səcdə mi etdilər onlara, rükû elədilər onlara, neynədilər? Ona görə mənası gəlir altdan. Bunun mənası isə onlar, həmən bu haqq yoldan azanlar, onlara, həmən bu keşiş, rahib, onlar onlara Allahın haram etdiyini halal etməkdə, halal etdiyini isə haram etməklərində hüccətsiz, burhansız, yəni dəlilsiz, sübutsuz tabe oldular. Yəni o keşişlər, rahibləri necə ilahiləşdirdilər, necə onlara ibadət etdilər ki, bir hədisdə gəlir ki, Adil hədisində ki, o da əvvəl xristiyan olmuşdu, deyir ki, biz onlara ibadət etmirdik. Resulullah sallallahu aleyhi ve sellem nə deyir? Deyir, siz onların nədir? Allahın haram etdiyini halal etməkdə, halal etdiyini haram etməkdə onlara itaət etdinizmi, tabi oldunuz? Deyir, bəli, bu deyir. Və tilkə ibadətun nədir? O da onlara olan ibadəttir. Allah Resulü sallallahu aleyhi ve sellem bunu ibadət adlandırır. Həmən nədir? Allahın haram etdiyini halal etməkdə, halal etdiyini isə haram etməklərində hüccəsiz, dəlilsiz tabi oldular. Tabi olmaq bu şeydə ki, Kitab-ı Tövbədə buna aid başlıqda var, mövzu keçir. Ondan sonra burada nədir? Məsələn, burada bir qövmün qövmə özünü oxşatması da buna daxildir. Hədisdə keçdiyi kim özünü bir qövmə oxşadarsa, o da onlardandır. Yəni burada, məsələn, əqidədən danışırsa, etiqadda bu cür şeylərdə bu qövmə, bax, bu bizdən öncəki qövmlərdir. Əhli kitabda olan bir şeydir ki, təəssüflər olsun, bu ümmətdə də bu var. Bu ümmətdə də bu var. İnsanlar kör-körünə o cür təqlid edir. Hətta Allahın haram etdiyini halal etməkdə, halal etdiyini haram etməkdə, küfürdə, şirkdə kör-körünə nədir? Öz başçıları mı, alimləri mi, kimləri mi onlara o cür kör-körünə təqlid edirlər. Bu şeydə yəni özlərini onlara oxşadırlar. Və oxşatmaq yeri gəlmişkən arada bir-iki kərə biz demişik, ümumən bütün dərslər əsasında, ya xatırlamırıq hansı dərslər aid idi. Amma yəni bir kəsin qövmünə oxşaması, yəni oxşatmaq şərt deyil orada. Alimlər nə deyir? Bəzi əməllər var, biz fiqhi qaydalarda, fiqh üsullarında keçmişik ki, bəzi şeylərdə niyyətin heç bir önəmi yoxdur. Ay sən bu niyyətlə mi elədin, yoxsa o niyyətlə elədin? Bəzi şeylərdə sözdürsə sözə baxılır. Məsələn, talaq məsələlərində. Talaq dedisə, nə niyyətlə dedisə, ay qorxudmaq, ay zarafat, fərqi yoxdur. Dedisə, bir talaqdır. Və əməllərə baxılır. Məsələn, Allah qorusun, kimsə bütə ibadət edirsə, açıq-aşkar ölüdən istəyirsə, o niyyəti nədirsə, nə deyilsə, onu ilahını qəbul edir, yoxsa vasitəçi mi, şəfaətçi mi, heç bir önəmi yoxdur. Zahirən şirk əməl edir, müşrikdir. Yəni bu özünü bir qövmə oxşatmaqda da alimlər nə deyir? Orada niyyət, ümumiyyətlə heç bir niyyətin təsiri yoxdur hökmə. Bir insan zahirən dilindəmi, əməlindəmi, zahirindəmi bir qövmə, yəni oxşayırsa, oxşayır, oxşadırsa yox. Oxşayırsa o da onlardandır. Yəni burada niyyət şərt deyil ki, bu təsadüfən mi oxşadı, bu xəbəri heç yoxdur, bu qövmələdir, yoxsa yox. Yəni nədir? Ona görə deyil, niyyətin o şeyə heç bir adiyyəti yoxdur. Oxşamaqdır əsas. Oxşayırsa, o da onlardandır. Biz indi çağdaş dövrdə kör-körənə təqlid. Buna misallar. Yəni həmən neçənci səbəbdir bu? 5-ci səbəb, azdıran səbəblərdən. Deməli, kör-körənə təqlid, ona çağdaş, yəni müasir dövrümüzdə bəzi misallar gələcək. Çağdaş dövrdə kör-körənə təqlid. Bizim müasir dövrümüzdə də bu kör-körənə təqlid və kör-körənə itaətə iki bariz nümunə görürük. İki bariz nümunə görürük və hamısı misallar kimə aiddir? Özünü İslama nisbət eləyən bu ümmətdən, yəni dəvət ümməti dediyimiz, özünü Peyğəmbərin dəvətini qəbul edən olaraq göstərən, İslama nisbət eləyənlərdən söhbət gedir hamısı ki, bu iki bariz nümunə var. Onlar kör-körənə bu deyiləcək. Biri nədir? Sufi tayfası,
Sufi toplumu Sufiler, bir de Rafizi tayfası, Rafizi toplumu. Yani Sufiler, bir de Rafiziler hemen bu bugünkü günümüzde en bariz numunelerden, en açık, aydın numunelerdendir. Neye? Misallardandır. Kör körünü təqlid etmeye. Onlarda kör körünü təqlid yüksək dərəcədədir. Çox yüksək. Deməli, o kəslər ki, heç bir bəsirət, yəni dəlil, dəlilə tabe olmaq, hüccət və burhan olmadan, dəlil olmadan zəlalət şeyxlərinə, ya zəlalətə çağıran şeyxlərə və pislik imamlarına, pis şeylərə çağıran, pis şeylərdə öndər olan imamlara kör-körənə təqlid etməyə düşmüşlər. Düşmüşlər yəni bu bir bəladır. Bu bəlaya düşmüşlər, bulaşmışlar. Onlar e, onlara olan itaati mütlak kör-körənə itaat halına salmışlar. Onlara olan itaati mütlak, yani mütlak burada ne mənada? Bizim dildə bəlkə tam uyğun olmayan mütlak, yani qeyd şərtsiz mənasında. Qeyd şərtsiz. Yani itaatin bir həddi var. Yox, bu mütlak itaatdir. Yani qeyd və şərtsiz kör-körənə itaat halına salmışlar onlara olan itaati, onlara olan tabiçiliyi. Onlardan biri öz şeyxi əsasən bu sufilərdədir. Onlardan biri öz şeyxi ilə meyid ilə, yəni deyirlər mürid, mürşid, meyid ilə onu yuyan, onu müridəşir deyirlər, desə bilmirəm, axı belə eşitmişik. Bu meyid ilə onu yuyan kimi olmuşdur. Yəni ki, mürid bu yola qədəm qoyan bir mürid, sufinin o birinci dərəcəsi belə deyil. Nədir? Öz mürşidi, onu irşad edən, dırnaq arası irşad indi onları göyə irşad edir, halbuki zəlalətə aparır. Onu o yola, batıl yola aparan mürşidi ilə münasibət necə olur? Ölü ilə ölünü yuyan kimi. Ölü tərpənə bilmir, istəsə belə tərpənə bilmir, sual verə bilmir, etiraz edə bilmir, heç bir şey edə bilmir. Onu yuyan isə istədiyi kimi, indi ölü yuyan neyini? İstədiyini çevirir, yuyur, yəni istədiyi kimi davranır. Yəni necə deyər belə elə, elə eləyir, elə eləyir. Yəni bu bir misaldır. Onu istədiyi kimi çevirir. Yəni buna misal. Nədir? Sufilərdə hətta belə bir misal var, qaydadır. Ərəbcəsi necə olur? La ta'tarid fətəntarid. Yəni etiraz etmə ki, qovlarsan təriqətdən. Onlar təriqətdir. Məsələn, bir yoldur, yol qoyurlar. O yolla onun kim aparırsa, o cür nə deyirsə elə olur. Dediyimiz kimi ölü kimi, ölü yuyanın önündə ölü kimi. Nə deyirsə o. Nə sual verə bilər, nə etiraz edə bilər, nə o şeyxinin, o mürşidinin, dırnaqarası mürşidinin feillərini yəni sorğulaya bilər. Niyə bu belədir, heç nə. Yəni tam dediyim, yəni tam kör-körünə itaət. Necə olsa Allah korusun, Şeyx Abdurrazak el-Badr öz dərslərində təkrar bəzi dərslərdə hətta onların çox iyrənc, yəni kitablarından, şeylərindən belə iyrənc şeylərini yəni açıqlayır. Yəni o dərəcədə buna baxmayaraq gözü ilə Allah korusun, yəni çox pis zina üzərində və s. gördüyü şeylərə artıq nədir? Başlayırlar, yəni heç deyiləsi misallar deyil belə. Yəni bizdə biraz şey, bizim dildə biraz yaxşı çıxmır bəlkə. Yəni hər cür don geyindirib, hər cür bahanə geyindirirlər. Yəni açıq-aşkar etdiyi harama belə don geyindirirlər. Açıq-aşkar harama. Namaz qılmırlar, güya yəqinliyə çatıblar. Və hətta yəni elə bir misallar var fikri misallarda. Yəni deyirlər ki, onların şeyxləri güya gedir, yəni birdən-birə yox olur. Gedir güya Kəbəni ziyarət etməyə. Onların etiqadında bəzi Kəbə bəzi şeyxləri ziyarət edir, təvaf edir. Əstəğfurullah. Kəbə neyini? Onların bəzi şeyxlərini güya ətrafında təvaf edir. Hətta fiqhi kitablarında bunu Şeyx Abdurrazak el-Badr yəni bir neçə dəfə o qədər deyib ki, yəni yadımızda qalıb. Yəni hətta fiqhi kitablarında belə fiqh kitabları ki var, fiqh əhkamları belə bir məsələ keçir onlarda ki, Kəbə, biz hamımız müsəlmanıq, qibləyə tərəf, Kəbəyə tərəf namaz qılırıq. Deyir ki, yəni Kəbə əgər şeyxi təvaf eləməyə getdi, yerində dayanmır axı. İndi biz hara namaz qılmalıyıq? Aralarında ixtilaf düşür. Kəbənin əsl olan yerinə və yaxud da ki, təxminən ictihad eləməlisən, təxminən bu saat məsələn hardan dövr eləyir, qərbdən, şərqdən. Yəni, bu cür yəni batil etiqad bu şeylərdə yəni onlara kör-köründən boş-boş şeylər heç bir dəlil, sübut, nəinki alimlər demişkən, zəif, heç uydurma belə
hədisi belə olmayan məsələlərdir. Deməli nə olur? Ölü ilə ölüyü yan kimi olur. Hara istəyir onu necə istəyir çevirir. Sonra burada vaxtımız 10 dəqiqə alıb inşallah bitirəcəyik 10 dəqiqə. Deməli bu bitdi. Səhih əqidədən azmanın bir digər səbəbi. Bu 5-ci səbəb idi, bitdi. Nədir? Kör-körün təqlidi, onunla bağlı bəzi məsələlər idi. 6-cı səbəb nə gəlir? Zəlalət yollarını izləmək. 6-cı səbəb zəlalət yollarını, azğınlıq yollarını izləmək. Onlara tabe olmaq. Bu da ikinci əslində səbəblə bağlı idi. Pisliyə çağıran dəvətçilərə və zəlalət imamlarına tabe olmaq. Düzdür? Bu da onunla bağlıdır. Şübhəsiz zəlalət yollarını izləmək. Hər bir yolun üzərində onun imamı olur, ona dəvət edən insanlar olur. Onlara tabe olmaq, yaxud bu yollara tabe olmaq, yəni bir-birinə bağlantısı var bu ikinci ilə 6-cı səbəbin. Buna dair dəlillərdən nədir? Uca Allahın Subhanahu wa Ta'ala bu sözü. Bu mənim doğru yolumdur. Onu tutub gedin. Yəni fəttəbi'u, yəni tutub gedin, bizdə tabe olun. Burada yəni dediyimiz kimi ona görə ərəbcə dillərdə bütün həmin o başlıq ayədə keçən sözlə eyni kökdə olur, eyni sözlü olur. Daha belə deyək, bu ayənin bu məsələyə birbaşa aid olmağı daha çox üzdə görsənir. Deməli, onu tutub gedin. Həmən o, bu mənim doğru yolumdur. Allah Subhanahu Teala buyurur. Onu tutub gedin. Başqa yollara uymayın. Başqa yollara tabi olmayın. Çünki o yollar, yəni başqa yollara uysanız, Allahın yolundan başqa bir yollara, o yollar sizi Allahın yolundan uzaqlaşdırar. Allahın yolundan ayırar, uzaqlaşdırar. Ənam surəsi 153-cü ayə. Bu ayənin təfsirində nədir? Bu ayənin təfsirində İbn Məsud radiyallahu bu ayənin təfsirində bir hədis gətir. Rasulullah sallallahu aleyhi ve sellem bir gün bir çubuqla xətt çəkir, düz xətt çəkir və sağında solunda da belə oradan gedən başqa cızıqlar çəkir, başqa xəttlər çəkir. O düz xəttin sağında solunda. Və sonra həmən ayəni oxudu. İbn Məsuddan gələn rivayətdə Rasulullah sallallahu aleyhi ve sellem bunu edəndən sonra həmən ayəni oxuyur ki, bu mənim doğru yolumdur. Həmən düz çəkdiyi xətt olaraq düz göstərir. Onu tutub gedin, başqa yollara uymayın, yoxsa çünki o yollar sizi Allahın yolunda uzaqlaşdırır. Həmən o sağından solundan başqa yollara aparan xəttlər onu bildirilmişdir. Və sonuncu burada gətirilən bugünkü dərsdə sonuncu, yoxsa bundan sonra elə 2 dənə var, 8 və 9 var. Sonuncu bu dərsimizdə sonuncu səbəb nədir? 7. Allahın şəriətə aid və kəvni, kainata aid ayətlərini tədəbbür etməkdən qafil olmaq. Tədəbbür nədir? Fikirləşmək, fikri daşınmaq, belə ətraflı düşünmək. Nədir? Bu 7-ci azdıran səbəblərdəndir. Yəni Allahın şəriətdə olan şəri ayələr var. Məsələn, ayələr olsun, hədislər olsun, məsələn, şəriətin ədaləti olsun, qeybi, məsələn, əhvalatlar, qissələr, qeybi belə deyək, bilgilər var və s. Yəni bu şəriətdə olan ayələrdir hamısı. Və kövni ayələr. Kövni nə idi? Biz onun 3 əsasın şərhində keçmişdik inşallah. Bir də Əl-Fiqhül Akbar'da keçmişdik. Qısa sadəcə ad olaraq xatırladırıq. Kövni ayələr Allahın yaratdıqları. Günəşə baxar insan, göyə baxar, necə mükəmməl şəkildə yaradıb bunu. Əsrlər, yüzillər, min illər hələ nizam necə var? Allahın qoyduğu şəkildə gedir, həmişə şərqdən çıxır, qərbdə batır. İndi o fərqli yayda, qışda, amma ümumən şərq, qərb sayılır. Yəni bu nədir? Allahın insanın özünə baxması və s. Yəni heyvanlara, canlılara, hətta cansızlara baxıb insan nədir? Allahın təkliyinə dəlalət edən bu şəri və kainatda olan ayətləri tədəbbür etməkdən qafil olmaq, yəni onu düşünməmək, onlardan qafil olmaq nədir? Bu da səhih əqidədən azmağın yollarındandır. Buna dair dəlillər vardır ki, bəziləri nədir? Bu sözü, Allah Subhanahu Teala bu sözü, bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Allah qorusun. Yəni qəlbləri qəbul etməz, gözləri, qulaqları eşitməz, gözləri görməz, möhür vurulmuşdur. Heç nə girmir. Onlar əsl qafildirlər. Onlar əsl qafildirlər. Nəhl surəsi 108. Qəflət də
Həmin qafil insan, qəflət, yəni qəlbi xəstəliklərdəndir. Qəlbi xəstəliklərdəndir ki, ən təhlükəli həm də xəstəliklərdəndir və qəlbi qəflətdə olan insan bizim dildə yem demək olar ona. Yəni şeytana Allah qorusun onu ovlayan hər bir ins və cinlərdən olan şeytana yem olur. Yəni onun qurbanı olur, onun tələsinə nədir düşmüş şikar olur. Yəni hansı yola istəsə onu apara bilir. Niyə? Çünki qəlbi qəflətdəndir. Allahın şəriyi və kövni dəlillərdən, ayələrindən nədir? Qəflətdədir, düşünmür. Ona görə insan bunu istədiyi kimi yəni azdırmaq istəyən insanlar onu təliyə salar, azdıra bilər. Yəni zəifdir. Qəlbi çünki qafildir. Bu birinci dəlil idi. A. İkinci dəlil Allah Subhanahu taala'nın bu sözü. Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Bir çox cinlər və insanlar yaratdıq cəhənnəm üçün. Allah qorusun. Onların qəlbləri var, həmən nədir? Cəhənnəm üçün yaradılan bir çox insan və cinlərdən. O cəhənnəmə düşməyin ümumiyyətlə Quran, hədisin üsullarındandır ki, bu bəlağət elminə də aid deyil. Ümumiyyətlə istinbat və s. elmlərine də aiddir ki, yəni əhkamlar çıxarmaq üçün. Yəni bu, məsələn, biz fiqh üsulunda keçmişdik, bir vəsf gəlir. Bu vəsf fəsahətə ziddir ki, yəni boşuna gəlsin. Allahın kəlamı, Rəsulullahın sallallahu əleyhi və səlləm kələmi bu şeydə şübhəsiz ki, uzaqdır ki, bir nəsə bir fayda olmadan bir hətta təkrar belə gəlsə, onun bir faydası var ya təkid ola bilər ya içində başqa bir incəlik var ki, ondan öncəki nəinki təkrar olduğu orada yoxdur. Yəni fərqli bir şeylər, faydalar mütləq vardır. Burada nə bir vəsf gəlirsə, bir hökmün yanında mütləq o vəsf fiqh üsulunda nə keçdi? Mütləq onun illətidir deməli, yoxsa gəlməzdir. Deməli, cəhənnəm üçün bir çox insan və cinlərin yaradılmasını Allah Subhanahu taala buyurur. Ondan sonra onun illəti gəlir, səbəb. Niyə? Onların qəlbləri var, onunla anlamazlar. Yəni qəlbləri anlamır. Həmən az öncəki ayədə nədir? Möhürlüdürlər. Gözləri var, onunla görməzlər. Haqqı və s. düz. Qulaqları var, onunla eşitməzlər. Burada o mənada deyil bunlar kardırlar, kordular, o əsl fiziki cəhətdən yox. Yəni haqqı görməmək, bəzi bizim dildə də işlənir. Yəni körsən, yəni bu qədərini görmürsən. O demək deyil ki, kör yəni gözü görmür. Sadəcə dərk eləmir, qəbul etmək istəmir, bilərək, bilməyərək. Yəni, o mənada onlar eşitməzlər. Qulaqları var, amma nədir? Onunla eşitməzlər həmin qulaqlar. Onlar heyvan kimidirlər. Hətta daha çox azğındırlar, azğındadırlar. Hətta daha çox azğınlıqdadırlar. Hətta daha çox azğınlıqdadırlar. Və bunun təfsiri ümumiyyətlə Abdurrahman ibn Nasr Sədinin təfsiri hər kəsə məsləhətdir. Əlhamdülillah onun Türkiyə türkçəsində, Azərbaycan türkçəsində, Rusca tərcümələri var. Yəni çox alimlərin ilk başlayan müsəlman üçün ən çox məsləhət gördüyü müasirdə ən çox məsləhət gördüyü təfsirlərdəndir. Həm həcminə görə yığcamdır, həcminin yığcam olmasına baxmayaraq, yəni bir çox mənaları içine alan və sadə. Ümumiyyətlə Şeyx Əsədinin ki, onun tələbəsi İbn Hüseymin də ondan götürüb anlatma üslubları çox əcayibdir, çox gözəldir. Yəni çox gözəl şərhlər var. Yəni əsas nədir? Sadəcə bir şeyi əzbərlətilir. Yəni onun misallarla, gözəl, sadə bir dillə, qəliz sözlər işlətməni sadə bir ərəbcəsində belə, yəni sadə bir dillə anlatma üslubları var ki, yəni çox gözəl təfsirdir. Orada məsələn heyvanlardan daha çox azınlıqdadırlar. Niyə daha çox azınlıq? Hansı cəhətdən? Orada gözəl təfsir var, sizi ora belə deyirəm. Göndəririk inşallah. Həm bir həvəsləndirici şey olsun, bir səbəb olsun. Deməli, qafil olanlar da məhz onlardır. Qafil olanlar da məhz onlardır. Əraf surəsi 179 nə oldu? Deməli, qafil olanlar da məhz onlardır. Nə olur? Həmən o, bu şeylərin olmasının səbəblərindən biri də qafil olmalardır, qəflətdə olmalardır. Və sonuncu burada dəlil gətirir bu məsələyə. C. Onun Subhanahu Teala bu sözü. Göylərdə və yerdə neçə dəlillər vardır ki, niyə misaldır? Şəri və kavni, şəriətdə və kainatda olan dəlilləri düşünməmək, onlardan qafil olmaq, tədəbbür etməmək nədir? Azmağın səbəblərindəndir. Səhih əqidədən azmağın səbəblərindəndir. Deməli, ayəni başdan oxuyaq. Göylərdə və yerdə neçə dəlillər vardır ki,
İnsanların çoxu onların yanından üz çevirib keçirlər. İnsanların çoxu onların yanından üz çevirib keçirlər. Yəni düşünməzlər, həmin qəflətdə olarlar. Məsələn, Yusuf surəsi 105-ci ayə. Deməli bu bizdə tərcümədə dəlillər yazılıb, amma ərəbcədə ayə yazılır. Ona görə başlığa da tam az öncə bir neçə dəfə bu dərsdə gətirdiyim misal bir növbəti sübutudur ki, məsələn, ərəbcə həqiqətən söz necə işlənirsə başlıq tam o sözlə nədir? Ayələr və hədislər gətirilir. Burada məsələn gördüyünüz ki, bəzi yerdə ayə, bəzi yerdə dəlil, yəni ərəbcə bilməyən onun orijinalında necə keçib deyə bilməyən deyə bilər ki, burada ayə deyilir, burada isə dəlil deyilir. Nə adiyyəti var məsələn? Ancaq belə bir uyğunlaşdırmaqla cavab verilə bilər ona, amma əslində isə orada da ayə deyilir, ərəbcədə, burada da ayə deyilir və digər məsələlərdə olduğu kimi eyni köklü sözlər istifadə olunur. Yəni bugünlük bu qədər. Elə bu dərs burada bitir. Allah bizə eşidib faydalananlardan eləsin. Allah bizə haqqı haqq olaraq göstərsin, ona tabi olanlardan eləsin, batılı da batıl olaraq göstərsin, ondan çəkinənlərdən eləsin. Allah bizi həmən bu keçdiyimiz və keçmədiyimiz bütün bu azdıran səbəblər ki var, səhiyə gedən Allahın haqq yolundan bunlardan qorusun, bunlardan qorusun. Allah bizə faydalı elm və salih əməl nəsib eləsin. Və aqulu qawli hada və astəğfirullah li və lakum və lisa'iril muslimin. Subhanakallahumma və bihamdika əşhədu an la ilaha illa ente estağfiruka və etûbü ileyk. Allahümme salli və sellim alə nəbiyyina Muhammed və alə alihi və sahbihi ecmaîn. Esselamu aleyküm və rahmetullahi və berekatuhu.